Bugün müqəddəs Ramazan ayı ilə əlaqədar rayonumuzda fəaliyyət göstərən restoran və obyektlərdə Ramazan menyularının qiyməti ilə maraqlanacağıq. Sizdə bir nəfər üçün iftar yeməyinin qiyməti neçə manat təşkil edir? Demək, 8 manatdır. Bir nəfər üçün daxildir setdə mərcus bu, ayran, şirəli dana. Müştərinin istəyinə görə ana yemək dəyişə də bilər. Quzu qovurma istər, şonka istər, yəni xurmadır. Bunlar hamısı bir nəfərlik setin içində daxildir. 4 nəfərlik də belə cəmlənib bir yerdə 32 manata, yəni 4 nəfər üçün eyni qaydada təqdim oluna bilər. Osman Əliyev restoranının aşpaz fəaliyyəti göstərən İsmailov Fural sizlərə bu günlərin iftar menümüzü təqdim edəcəm. İftar menümüzdə nələr daxildir göstərəcəm. Öncədən bütün müsəlmanlara Ramazan bayramını təbrik edirəm. Allah tutan rozamızı qəbul etsin. Buyurun keçək yeməklərə. Öncədən əlbəttə ki, azan vaxtı, orucumuz açılan vaxtı xurma və süd təqdim olunur müştərilərimizə. Ondan sonra mərcimiz gedir. Ondan sonra müştərilərimizin seçiminə uyğun qreçka və düyü ana yemək olaraq. Qarnirlər təbii ki, dəyişir. Qarnirlərimizə nə aiddir? Aşqara, doğğa, toyuq qulyaş, toyuqda göbələli toyuq, kotlet və ət qulyaş. Ondan sonra təbii ki, inşallah ki, yeyib qutarandan sonra çayla istənilən şirniyyat, yəni özlərinin seçimi olaraq türk baklavası təqdim edilir. Bir nəfərlik setə daxildir, yəni 8 manat civarında daxildir ana yeməklərimiz, su və qarnirlərimiz. 4 nəfərlik setə də daxildir, 32 manat setin qiyməti edir. Ona da təbii ki, yeməklər çeşidləri dəyişir, zövqə uyğun, kim istəyirsə düyü və yaxud da qreçka, qarnirlər də həbii ki, hamısı dəyişilir. Bir daha təşəkkür edirəm. Allah tutulan bütün oruçları qəbul etsin.